Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək həmin gündə daxil olmaqla 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-a tək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Sərəncamda həmçinin bildirilir ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətin keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-nadək ehtiyata buraxılsınlar.